Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Neftçala su meliorasiya sistemlərinin istismarı idarəsi rayon ərazisində 38.158 hektar əkin sahəsinin suvarılması, 8.985 abonentin içməli su təchizatını, 2.139 nəfər abonentə kanalizasiya və tullantı su xidmətləri göstərilməsini həyata keçirir. Qeyd edilən xidmətlərin həyata keçirilməsi məqsədi ilə əkin sahələrinin suvarılmasının təşkili üzrə 46 ədəd, içməli su sahəsi üzrə 7 ədəd, kanalizasiya xidmətləri üzrə 6 ədəd nasos stansiyadan, 1020 kilometr suvarma kanallarından və onların üzərində yerləşən 1394 ədəd hidrotexniki qurğudan, 42 su təmizləyici moduldan, 567 bulaqdan, 238,8 kilometr içməli su şəbəkəsindən və 32,4 kilometr kanalizasiya xəttindən istifadə edilir. Ümumilikdə 2025-ci ilin məhsulu üçün idarə tərəfindən rayon ərazisində 124.274 hektar sahədə suvarma aparılıb. Neftçala su meliorasiya sistemləri istismarı idarəsi xidməti ərazisinə daxil olan 38.158 hektar əkin sahəsinin suvarılması üçün balansında olan Kurtözədən stansiyadan istifadə edilir. Kurtözədən stansiyanın 22-si Kürsar sahilində, 11 ədədi Akuşa Maqsa kanal sahilində, digərləri isə rayonun digər ərazilərində yerləşir. 2025-ci ilin cari təmir planına əsasən idarənin balansında olan stansiyalarda cari təmir işləri aparılmışdır. Belə ki, 18 elektrik mühərriki cari təmir edilmiş, 36 nasos aqreqatı cari təmir edilmiş və 18 ədəd stansiya binasında cari təmir işləri aparılmışdır. Neftçala su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən ötən il ərzində 75 ədəd hidrotexniki qurğu, 15 ədəd nasos stansiya binası, 18 ədəd elektrik motoru, 31 ədəd nasos aqreqatı, 965 pagon metr içməli su xətti, 267 pagon metr kanalizasiya xətti, 5 ədəd su təmizləyici modul qurğu, 13 ədəd su bulağı, 85 pagon metr modul və su bulaqlarının boru xətləri əsaslı və cari təmir edilib. Su işlərin qarşısının alınması və suyun su hızına vaxtında çatdırılmasını təmin etmək məqsədilə hər il suvarma kanalından ildən təmizləmə işləri aparılır. 2025-ci ildə idarənin ekskavatorları vasitəsilə idarənin balansında olan 350 km suvarma kanalından ildən təmizləmə işləri aparılmış. 220 km suvarma kanalında isə ildən təmizləmə işlərinin hazırlığı məqsədi ilə hamarlama işləri aparılmışdır. Bununla paralel rayonda su içkilərinin qarşısının alınması məqsədi ilə əsas təmir planına əsasən kanalların beton üzrə alınması işləri davam elətdirir. Belə ki, üzərində dayandığımız Yuxarı Qəhrəmanlı kanalının ümumi uzunluğu 4 kilometrdir və 2024-cü ildə bu kanalın 1,5 kilometr hissəsi, 2025-ci ildə isə 1 kilometr hissəsi beton üzrə alınmışdır. Ötən il rayon ərazisində 18.874 hektar dənli bitkilər, 1,6 dəfə, 9.470 hektar pambıq aratla birlikdə, 3,5 dəfə, 7.899 hektar yonca bitkisi, 5,8 dəfə, 1.600 hektar həyətyanı sahə, 7,7 dəfə və digər 315 hektar əkinlər üçün 7 dəfə suvarılıb. Görülən meliorativ tədbirlər nəticəsində əkin sahələrindən bol məhsul əldə edilib. Təsərrüfatımızda uzun illərdən bəri əkinçiliklə məşğuldur. Əkinçilik, heyvandarlıqla məşğuluq. Demək, əkinçilikdə müəyyən çətinliklər var idi uzun illər. Hal-hazırda əsas suvarma kanalımızda betonlanma işləri aparılır. Betonlanma işlərinin nəticəsində suvarmada yəni irəliləyişlərimiz var. Su içkilərinin qarşısı 70%-ə qədər alınmışdır. Məhsul su ilə bağlıdır əsasən. Suyun deməli vaxtında verilməsi, normal su ilə suvarılması məhsul bolluğunu gətirib çıxarır. Qeyd edək ki, idarə tərəfindən Həsənabad, Boyat, Kürqarabucaq, Qacaqkənd, Qazaxbərəsi, 2-ci Qaralı, 1-ci Qaralı yaşayış məntəqələrində əhaliyə verilən içməli suyun təminatının artırılması məqsədi ilə 8 ədəd yeni su bulağı inşa edilib. Şəhidlərin xatirəsinə bədləşdirilmiş 4 bulağa su birləşməsi verilib. Həmçinin 2025-ci ildə yerlərdə tam və qismən sıradan çıxmış su sayğacları səbəbindən 7477 sayğacda cari təmir işləri aparılıb, 1375 sayğac yenisi ilə əvəzlənib.